Salam zəhmət olmasa özünüzü təqdim edərsiniz bir də məntəqəni. 19 sayılı Nərimanov 1-ci seçki dairəsinin 7 sayılı seçki məntəqəsinin sədri Həsənov Məhiyyəddin. Hal-hazırda seçki prosesi tam demokratik şəkildə davam edir. Yəni seçkilərimiz gəlir, öz istədikləri namizədlərə səs verirlər. Baxın gör necə. Buyurun. Niyə vurmadılar mənə bağlama makasına? Məhəmməd Əli müəllim. Dairə üzrə 7 namizədimiz var. Məntəqə üzrə 1307 nəfər seçicimiz var. Hal-hazırda da seçkinin davamiyyəti demək olar ki, qənaət bəxşdir. Bir neçə dəqiqə bundan öncə gördüyümüz kimi bir nəfər gələn vətəndaşın barmağına kraska vurulmamışdı və bununla bağlı bir çətinlik yaşandı. Bu haqda nə deyə bilərsiniz? O mexaniki səhvi idi. Kraska vurulan o hansı ki o kraska vurulan o deməli düzgün püskürməmişdi. Kraska dəymədi. Bu hal-hazırda mən müdaxilə edəndən sonra kraska həmin seçicinin barmağına vuruldu və tam qaydasında proses getdi. Bir dəqiqə. Olacaq. Olur böyle mexaniki səhv olsun. Olmuşsan olur. Olmuşsa deyəndə kimlər mənə vurdular, mən yoldaşıma vuruldu. Olur mu? Necə ola bilməz? Belə fikir deyirəm. Yox, söz. Bir dəqiqə. Dayan sən. Yoxlayın, bir dəqiqə yoxlayın. Yoxlasınlar. Asan mənlə güləş. Yoxladım bəy, yoxladım. Yoxla. Vurmuyor. Vuruldu. Yox, vurum. Vurulmuyor. İndi vururam da. Yox, İndi vurursunuz da, nə olsun? səhv edirsən. Yoxla. Bu da yoxla. Mən sizə tapşırıram. Hamısı kraskalıyım. Bu nə səbəb? İndi vur. Düzdür. Belə də burada nə oturmusan mən belə? Bir elisi sonra söz söylə. Səndən nə tələb?